Daha powerbankı bu formada əllə enerji doldura bilərsiniz. Ondan əlavə bu hissəsində antenası var. Bunu açdınız. Radiosu var. Radiodan əlavə Bluetooth-la, telefonla musiqi qoşub istifadə edə bilərsiniz. Həm AUX dəstəkləyir. Powerbankı eyni zamanda arxa hissəsi günəş paneli ilə də buradan enerji yığır. Powerbankı doldurur. 16.000 gücü var. Baxın, işığı dayandı, yığmır. Və powerbankın özünü buradan USB vasitəsilə doldura bilərsiniz. Və Type-C girişi ilə də doldurmaq olur. Ondan da əlavə powerbankın ön hissəsində çox güclü belə bir fanarları var. Böyle fanarını da yandırım. Bax, çox güclü 2 dənə fanarı var və Type-C telefonları doldurmaq üçün və iPhone telefonları doldurmaq üçün da şnuru var. Bir dənə yatmağa yeri yoxdur. Qalan hər bir şey var. Bu hissəsində də Apple Watch-lara enerji doldurmaq olur. Deməli, onu da sizə göstəreyim. Bu formada qoyursunuz, həm maqnitli saxlayır, həm də zərət yığır.